Düsavius Bey, Çevik Bey, bir zəhmət yaxın oturun. Jonathan Haidt, The Rageous Mind, Julio və Mark adlı bir bacı qardaş tətil zamanı intim münasibət yaşasalar, ateistlərin qurduğu tam sekulyar bir cəmiyyətdə bunu pisləyəcək heç bir obyektiv arqument ortaya qoya bilmərik. Ailə içi intim münasibəti pisləyən bütün fikirlər dini inanclara əsaslanır. Rövşən bəy, siz o qədər savadlısınız ki, oxumadığınız kitabdan stat gətirirsiniz və ateistləri əxlaqsız çıxartmağa çalışırsınız. Amma problem ondan ibarətdir ki, mən bu kitabı oxumamışam. Gəlin bu kitabı sizinlə birlikdə oxuyaq. Jonathan Haidt'in bu kitabının 58-ci səhifəsindən başlayaraq 61-ci səhifəsinə qədər bu məsələ müzakirə olunur. 58-ci səhifədə biz Jonathan Haidt'in tələbəsi olan Scott Murphy'nin araşdırması ilə tanış oluruq. Bu araşdırmada Scott Murphy bəzi şəxslərdən onlara bir sual verir. Julia və Mark adlı bacı qardaş arasında seksual münasibət baş verir. Siz bir fərd olaraq buna qarşı nə arqument gətirə bilərsiniz? Yəni buna qarşı çıxmaq üçün hansı səbəbləriniz var? İnsanlar təəssüflər olsun ki, verdiyi intervyusunda buna qarşı hər hansı bir rasional bir cavab verə bilmirlər. Bütün cavabları yalnız irrasional və emosional olur ki, bu tamamilə normaldır. Bəzi insanların dini inanclarına görə, bəzi insanların lokal mədəniyyətin tələblərinə görə buna qarşı çıxırlar. Lakin 58-ci səhifədən 61-ci səhifəyə qədər Jonathan Haidt öz fikirlərini bura qeyd eləmir. Yalnız və yalnız Scott Murphy'nin apardığı araşdırmalar, yəni intervyuların cavabını qeyd eləyir və bir faktın konstatasiyasını gətirir. İnsanlar bacı və qardaşların bir-biri ilə seksual əlaqəsinə qarşı hər hansısa bir rasional, məntiqi bir arqument gətirə bilmirlər. Burada Jonathan Haidt öz fikirlərini ortalığa qoymur, din barədə danışmır, bu əxlaq normalarının dindən gəldiyini danışmır, sizin dediklərinizi demir. Bilmirəm siz hansı kitab oxumusunuz. Bəlkə Jonathan Haidt sizin üçün xüsusi olaraq bir kitab çap edib. Mənə inanmırsınızsa, baxın, burada yerləşdirdiyim bütün skrinlər o kitabdan olan skrinşotlardır. O kitabı yaxından araşdırdım və məhz bu hissəni tapıb sizə təqdim edirəm. Rövşən bəy, sizin probleminiz odur ki, siz yenə oxumadığınız kitabdan mənə və digərlərinə yalan məlumat verirsiniz. Bilirsinizmi, bilməmək ayıb deyil. Oxumadığı kitabdan yalan məlumat vermək, bax, budur əsl ayıb. Üstə gəlsə bir sualım var. Əgər siz və sizin kimilər üçün bacı və qardaşın intim münasibətini saxlayan yalnız dindirsə, din ortaqdan qalxandan sonra bu sizin üçün okey olacaqmı? Və bu zaman kimdir əsl əxlaqlı insan? Dinə görə bunu etməyən, yoxsa normal məntiqi olan insanlar? Bu sualın cavabını gözləyirəm. Yer gəlmişkən, debatda sizə məhz buna görə rəhm eləməyəcəm. Hazırlaşın, gəlirəm.